الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا ومولانا حبيب قلوبنا وحبيب إله العالمين أبي القاسم مصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين لعنة الله على أعدائهم أجمعين. عباد الله، أوصيكم ونفسي بتقوى الله. اتقوا الله حق تقاته. Əzizlər, müminlər, Allahın mümin bəndələri, bu cümə günündə həm özümü, həm sizləri Allah təqvasına dəvət edirəm. O cür ki lazımdır, o qədər ki Allahın haqqıdır, təqvalı olağın. Allahı ömrümüzdə, həyatımızda hazır və nazır biləyin inşallah. Əmir-əl-Müminin Həzrət Ali əleyhissalam Nəhcül Bəlağədə çox yerdə Allah-u Teala'nın mərifəti, Allahı tanımaq barəsində söhbət edir. Onu bizə tanıtdırmaq istəyir və bizim həyatımızı o mərifətlə tənzimləmək istəyir. İnsan hər nə qədər Allahı tanısa, Allaha mərifəti olsa, bir o qədər həyatında cəhəti, yolu müəyyən və müşəxəs olar. Əgər insan Allahı tanıyıb, dərk eləsə, onun nəhayətsiz qüdrətin həyatında hiss eləsə, həyatı rahatlaşar. İnsan bunu bilsə ki, hər bir şey Allahın əlindədir. Allah ruhun şad eləsin, İmam Xümeyni rəhmətullahi aleyh sözü var, deyir ki, insan əgər o cür ki lazımdır Allahın qüdrətin dərk eləyə bilsə, ta Allahdan başqa heç nədən qorxmaz. Nə bu dünyanın güc qüvvəsindən, nə kasıbçılıqdan, nə xəstəlikdən, nə təklikdən, heç bir şeydən Allah tanınsa və onun qüdrətini insan hiss eləsə, qorxmaz. Həzrət Əli əleyhissalamda çox gözəl xütbələri var Nəhcül Bəlağədə. Adam oxuduqca oxumaq istəyir, dəfələrlə bunu təkrar eləmək istəyir ki, mələkə olsun insana. Yeri var ki, insan dəfələrlə bu xütbələri özü üçün oxusun, mürur eləsin və yaşasın bu xütbələrlə. Həzrət xütbənin əvvəlində əvvəlcə Allaha həmd-ü səna eləyir, sonra Allahın mərifətindən danışır və Peyğəmbərin məbus olub Qur'anın bizə hüccət olması və ondan itaət eləmək, onu oxuyub əməl eləməklə danışır və xütbənin ardı uzundur, inşallah başqa fürsətlərdə deyər inşallah. Həzrət xütbəsinə belə başlayır, buyurur ki, Elhamdülillahil ma'rufi min qeyri rü'yətih. Həmd olsun Allaha. O Allahı ki, görünmədən özün bəndələrinə tanıtdırıb. Onlar ki, Allahı dərk eləyiblər, onlar ki, Allahı tanıyırlar, onlar ki, Allaha iman gətiriblər, heç bir Allahı görməyibdir. Gözlərin qabiliyyəti yoxdur onu görməyə. Amma Allah tanınır bəndələr arasında. Vəl-xaliqi min qeyri mənsəbətin. Və o Allah elə bir xəlq edəndir ki, heç bir çətinlik olmadan məxluqatı yaratdı. Heç bir əzab, əziyyətə və çətinliyə düşmədən. İnsan adətən bir iş görəndə bir zəhmətə düşür, vaxtından kəsir, xərc çəkir, tanki bir şey yaratsın və yaxud bir iş görsün. Amma Allah-u Teala xəlq eləyəndə heç bir zəhmətə, əzab, əziyyətə düşməyib. O Allaha həmd-ü səna eləyirik. Bizim Allahımız belə Allahdır. Nə gözlə görünəndir, nə yaradanda,
zəhmətə düşəndir. Xalaqal xalaiqə bi qudrəti. Hər bir şeyi, məxluqatı öz qüdrəti ilə xəlq eləyibdir. Baxağın, aləmlərə Allahın qüdrəti nümayandır, görsənir hər bir yerdə. İnnə fi xalqis səmavati vəl-ərd və ixtilafil leyli vən-nəhar lə-ayat. Bütün bu yaradılışlara baxanda insan Allahın qüdrətini görür. İnsan Allahı dərk edir, insan özün dərk edir, bilir ki, mənim yaranmağım hesab kitabsızdır. İnsan axirətə, ölümə, hesab günündə dirilməyə nişanələr tapır bu aləmdə. Hər bir şey Allahın qüdrəti ilə yaranıbdır. Nə qədər elm inkişaf edir, istər insanın öz daxilində, istər okeanların dərinliyində, istər səmalarda, göylərdə olan planetlər və başqa mövcudatlar, hər bir şeyi ki, insan görür, bunlar hamısı Allahın qüdrətindən bizə xəbər verir. Hər nə qədər elm dərinləşdikcə, Allahın qüdrəti də bir o qədər bizsin nümayan olur. وَاسْتَعْبَدَ الْأَرْبَابَ بِإِزَّتِهِ. Allah-u Teala özün böyük sayanları öz izzəti ilə özünə bəndə eləyibdir. Allahın əzəməti, Allahın izzəti hər bir şeydən ucadır. Heç bir loğalanan, böyüklük iddiası eləyən Allahın qabağında böyüklük iddiası eləyə bilməz. مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ. Allah kəramətlidir, kərimdir. Onun qabağında loğalanma. Onun izzətinin qabağında hamı bəndədir. Və sadəl uzəma bicudi. Və böyükləri öz ehsanı ilə və öz əta eləməyi ilə böyüklərdən böyüklüyün sübut eləyibdir. Dünyada hər kəs, hər yerdə, hər bir qüdrət sahibi olsa Allahdan başqa, hər kəsin bir miqdarı var. Ola bilər bir şey, hətta səxavətlilərindən, o zalimlardan elə demir. Hətta səxavət sahibləridir. Səxavətinin bir miqdarı var. Bir şeyə gücü çatır, amma bir yerə gəlir çatır ki, də orada onun gücü, qüdrəti, imkanı yoxdur. Yeganə Allahdır ki, onun xəzinəsi nəhayətsizdir. Hər bir şey onun xəzinəsində var. Hər nə istəsən, əta eləyər bi xeyri hesab, hesab kitabsız. Və huvəl-ləzi əskənəd-dunya xalqəh. O Allahdır ki, dünyanı öz məxluqatı üçün məskən seçib, məskən qərar verib. Bütün bu planetlərin, bütün bu galaktikaların içində xırda bir dünyanı bizə məskən qərar veribdir. Ki, indi astronomiyada deyirlər ki, yuxarıdan baxanda əslən toz kimi də görsənəndir bu dünya. Və bunun üstündə milyonlar, milyardlar insan, heyvan, ayrı məxluqlar, hər bir şey yaşayır. Bu dünya bizim məskən və məqərrimizdir. Biz bu dünyada yaşayırıq. Bizə Allah seçibdir bu dünyanı. Biz ixtiyar sahibi deyirik, deyək ki, burada yaşamırıq, məsələn, gedib ayrı bir yerdə yaşamaq istəyirik. Allah-u Teala dünyanı məskən qərar verib insanlara və bə'sə iləl cinni vəl-insi rusuləh və insanları, məxluqatı dünyaya gətirəndən sonra insanlara və cinlərə peyğəmbərlər məbus eləyib. Həzrət bizə demək istəyir ki, insan bu boyda əzəmətli Allahın qabağında sən öz başına döyürsən. Sizə peyğəmbərlər gəlib. Həm insanlara, həm cinlərə Allah peyğəmbərlər məbus eləyib. Liyəkşifu ləhum ən qitaiha. Ta inki peyğəmbərlər gəlsinlər, dünyanı bizə o cür ki lazımdır tanıttırsınlar. Bu dünyanı bizlərə tanıttırsınlar. Və liyuhəzziruhum min zəraiha.
və dünyanın zərər ziyanlarından bizi çəkindirsinlər. Bizə başa salsınlar, hara getsək yaxşıdır, hardan çəkinsək pisdir. Peyğəmbərlər bizə bu sözü başa salır. İnsan öz ağlı ilə yaşasa uçuruma gedər. Allah-u Teala əziz peyğəmbərlərin və onların gətirdiyi kitabların vasitəsiyləndir ki, dünyanı, zərər ziyanları, xeyri və bu dünyadan istifadə eləməyin yolların bəndələrinə başa salıbdır. وَلِيَضْرِبُوا لَهُمْ أَمْثَالَهَا Peyğəmbərlər gəliblər, insanlara misal çəkiblər, müxtəlif misallar, müxtəlif nümunələr göstəriblər. Quranda nə qədər misallar var, nə qədər nümunələr var. Xırda heyvanlardan tutmuş, bütün peyğəmbərlərin tarixinə qədər. Bunların hamısı bunun üçündür ki, insan bunları görsün və ibrət götürsün. Hz. Yusuf surəsində Allah-u Teala surənin axırında deyir ki, bu surə ki danışdıq, istəmirdi sizə nağıl danışaq. Bu hadisələrdə ibrət götürənlər üçün böyük ibrətlər var ağıl sahiblərinə. İbrət götürün bu hadisələrdən. وَلِيُبَسِّرُوهُمْ عُيُوبَهَا Misallar vurublar ta ki bu dünyanın eyiblərinə bizim gözümüzü açsınlar. İnsanlar bəsirətli olub bu dünyanın yaxşısın, eyibin, pisin görsünlər. وَلِيَحْجُمُوا عَلَيْهِمْ بِمُعْتَبَرٍ مِنْ تَصَرُّفٍ مَسَاحِحَا وَأَسْقَامِهَا حَلَالَهَا وَحَرَامَهَا İnsanlar baxsınlar bu dünyaya, buradan ibrət götürsünlər. Bu dünyanın sağlamlıqlarından, bu dünyanın müsibətlərindən, xəstəliklərindən, bu dünyanın halal və haramlarından insan ibrət götürməlidir. Bir gün insan sağlamdır, rahatdır. Amma bir gün xəstədir, canı ağrıyır. O zaman insan sağlamlığının qədrini bilir. Bilir ki, ağramamaq nə olan şeymiş. Adamın balaca məsələn bir dişi ağrıyanda, bir əli ağrıyanda, barmağı ağrıyanda. Nə qədər insan əzab, əziyyət çəkir. Hər bir şey adamın gözündən düşür. Heç bir şeyin fikrində deyir adam. Deyir ki, bir dənə bu ağrı sağalsın, bir ağrı dayansın. Ta ki insanlar deyir, gərək bu sağlamlıqdan, bu xəstəlikdən, müsibətlərdən, yaxşılıq, pisliklərdən, halal, haramlardan ibrət götürsünlər. فَمَا أَعَدَّ اللّٰهُ لِلْمُطِعِينَ مِنْهُمْ وَالْعُصَاتٍ مِنْ جَنَّةٍ وَنَارٍ İbrət götürsünlər, görsünlər ki, Allah-u Teala həm itaətkar bəndələrinə və həm üsyan eləyib günahkar bəndələrinə nələr hazırlayıbdır. Min cənnətin və narin itaətkarlara, muti bəndələrinə cənnət vədəsi verib. Və üsyan edən günahkarlara Allah-u Teala cəhənnəm əzabı, o yandırıcı od vədəsi veribdir. Və kəramətin və həvanin. Yaxşı itaətkar bəndələrinə Allah-u Teala kəramət, üstünlük, izzət vədəsi və üsyankarlara zillət və zəlillik vədəsi veribdir. Əhməduhu ilə nəfsih kəma əstəhmədə ilə xalqih Allaha mən, Həzrət Buraki çatanda Allaha şükür eləyir. Mən Allaha həmd-ü səna eləyirəm. O cür ki, o öz bəndələrindən istəyib. Allaha ona layiq olan özünün bizə istədiyi şükrü mən Allaha eləyirəm. Və cəalə li kulli şeyin qədərə. Allah-u Teala hər bir şey üçün qədər və əndazə qərar veribdir. Və li kulli qədərin əcələ. Hər bir qədərin bir sonu və axırı var. Qədəri ki var, vaxtı çatanda qutarır. Və li kulli əcəlin kitaba və hər bir əcəl və son da yazılıb, məktubdur. Hər bir şey bilinir ki, ha vaxtsa sona çatacaq. Kullu şeyin fan, hər bir şey fanidir, bir axırı var, o sonu var. İlla vəchü Rabbikə.
Məgər Allahdır ki, baqi qalandır. Zülcəlali vəl ikram. Ki, cəlal və kəramət sahibi Allahdır. Və ardınca Həzrət Qur'an-ı Kərimi istəyir bizə tanıtdırsın, bizləri Qur'ana müraciət elətdirsin. Ki, gedəyin Qur'anın sorağına, Qur'andan qəflət eləməyəyin, oxuyağın Qur'anı, mənasına baxağın, əməl eləyəyin. Həzrət buyurur, Fəl-Qur'anu amirun zacir. Pəs Allahın müqəddəs kitabı olan bu Qur'an elə bir əmr edəndir ki, həm əmr edir, həm insanı çəkindirəndir. Bəzi işlərə Qur'an-ı Kərim insana əmr edir, filan iş gör. Namaz qıl, oruç tut, halal haram gözlə, naməhrəmdən özünü gözlə, hicabını riayət elə, qazancında haqqın nasa riayət elə və ilaxır və ilaxır. Və bəzi şeylərdən bizi çəkindirir. Harama mürtəkib olma, oğurluq eləmə, zina eləmə və ilaxır və ilaxır. Qur'an həm əmr edəndir, həm çəkindirəndir. Və samitun natiq. Elə bir sakit kitabdır ki, amma danışandır, dili var. Sakitdir, amma onu oxuyanlarsın, danışandır, danışır Qur'an bizlə. Hər kəs Qur'anı açıb oxusa, mənasına baxsa görər ki, insanla söhbət edir. Hətta insanın daxilində olan hisslərdən belə bizə xəbər verir. Çünki Yaradan onu bizə nazil edib göndəribdir. Hüccətullahi alə xalqih. Allahın bəndələrinə olan hüccəti, sübutu və dəlili Qur'andır. Sabah Allah-u Teala bu Qur'anla bizə sorğu-sual eləyəcək. Eşitmişdin filan ayəni? Niyə əməl eləmədin? Allahın hüccəti Qur'andır. Gərək oxuyaq, bilək, əməl eləyək. Hər bir şey istəsək, haqqı və batili tapaq, Qur'ana müraciət elə. Görərsən ki, orada nə yazılıb? Sənə yol göstərəndir. Əxəzə aleyhi mithaqəhum. Allah bəndələrindən əhd-i peyman alıbdır Qur'ana görə. Ki, Qur'an oxusunlar, ona əməl eləsinlər. Vərtəhənə aleyhim ənfusəhum. İnsanlar Qur'anın girovundadır. Bizim boynumuz Qur'ana bağlanıbdır. Hesab kitabımız Qur'anlandır. Allahın konstitusiyası, qanunu yer üzündə Qur'andır. Ətəmmə nurəh. Allah onun nurunu tamamlayıb. Qur'anın nuru kamildir. Və əkmələ bihi dinə. Allah-u Teala Qur'an-ı Kərimlə öz dinin və şər'i hüccətin yer üzündə kamilləşdirib. Və qəbəzə nəbiyyəhu. Qur'anı ki nazil elədi, Qur'an nazil olandan sonra 23 ildən sonra qəbəzə nəbiyyəhu. Allah-u Teala Peyğəmbəri bizim aramızdan, insanların arasından apardı, qəbz-i ruh elədi. Peyğəmbəri götürdü öz tərəfinə və qad fərəğə iləl xalqi min əhkamil hudabi. O halda apardı ki, Həzrəti Peyğəmbər salavatullah fariq olmuşdu insanların hidayətinə lazım olan Qur'an hökmlərin bəndələrə bəyan etməkdən. Yəni Peyğəmbər salavatullah 23 il gəldi, zəhmət çəkdi, Qur'anı təbyin elədi və özündən sonra müraciət olunası imamları qoydu və Allah onu öz tərəfinə apardı. İnsanlara hidayət olmaq üçün hər bir şeyi Allah-u Teala Qur'anda bəyan edib və Peyğəmbər salavatullah onun bəndələrinə çatdırıb. Fəəzzimu minhu ma əzzəmə min nəfsi. Allaha əzəmətli sayən o cür ki, o özünü əzəmətli sayır. O cür ki, o istəyir əzəmətli sayılsın. Allahı xırda, kiçik hiss eləməyin. Allaha əzəmətli sayın. فَإِنَّهُ لَمْ يُخْفِي عَنْكُمْ شَيْئًا مِنْ دِينِهِ وَلَمْ يَتْرُكْ شَيْئًا رَضِيَهُ أَوْ كَرِهَهُ إِلَّا وَجَعَلَ لَهُ عَلَمًا بَادِيًا وَآيَةً مُحْكَمَةً. Allah-u Teala heç bir şey öz dinindən sizə gizli saxlamayıb.
Onun dinindən heç bir şey sizə gizli deyil. Hər bir şey ki, Allah-u Teala ondan razıdır, onu etməyi bizdən istəyir və hər bir şey ki, onun ikrahı var, bizdən narahatdır, onu tərk eləyin. Bunların hamısını bizə başa salmaq üçün ələmən badiyən, uca bir ələm qərar verib yer üzündə ki, Qur'andır və Peyğəmbərdən sonra əimmə əleyhissalamdır, onlardan sonra alimlər, müştəhidlərdir ki, bunlar dinin bayraqlarıdır, yol göstərənləridir, mayaklarıdır. Allah-u Teala həm razılığı oldu şeylərə, həm narazılığı olduğu şeylər üçün bayraqdar və ayətən muhkəmə və gözəl, möhkəm ayələr qərar veribdir. Yəni, qiyamət günündə ta heç kəsin bəhanəsi yoxdur desin ki, Allah, mən bilmədim, eləmədim, xəbərim olmadı. Hər kəs istəsə, axtarsa, tapar və bilər. Çox şeyləri biz bilirik, amma əməl bizə çətindir. Nə qədər şeyində otursaq, məsələn, saysaq görürük ki, nə qədər şeylərdən xəbərimiz var ki, əməl eləmirik. Təzcuru anhu əv təd'u iləyh. Hər bir şey ki, Allah-u Teala bizi dəvət edir ona tərəf və hər bir şey ki, Allah bizi çəkindirir, bunlar üçün Allah-u Teala yer üzündə möhkəm ayələr və ələm və rəhbər qərarı veribdir. Fərizahu fīmā bəqiyə vahidun və səxətuhu fīmā bəqiyə vahid. Allahın razılığı bir cürədir, narazılıqçılığı da bir cürədir. Elə bir şey yoxdur ki, ardında buyurur. Elə bir şey yoxdur ki, qədimdə olanlardan razı olsun o əməllə sizdən narazı. Və əksinə elə bir şey yoxdur ki, onlardan narazı olsun və siz o əməl eləyəsiniz, razı olsun. Yox. Allahın razılığı eyni cürədir. Quranda oxuyun, görün. Necə Allah-u Teala qədimdə olan insanlardan hansı əməllərdən razı olub və hansı əməllərindən narazı olubdur? Hər bir zamanda belədir, Allah-u Teala o əməllərdən razı və narazıdır. Allah-u Teala qədimdə də Allah pərəstliyi, ona bəndə olmaq, onun yolu ilə getmək, peyğəmbərlərdən itaat eləmək, halal haram gözləmək, zülm eləməmək, bunları bizə istəyibdir. Narazılıqları da bizə sahib. Qədimdə belə olub, bu günləri də belədir. Və axırında buyurur ki, və usikum bi təqvallah. Və sizə vəsiyyət edirəm Allahın təqvasını. Təqvalı olun, ey Allahın bəndələri. Və ardınca Həzrət dünyadan danışır, axirətdən danışır. Bir uzun xütbədir, həqiqətən yeri var ki, adam dəfələrlə oxuya və əməl eləyə inşallah. Həm mərifəti olayın Allaha, Peyğəmbərə, Qur'ana, dünyaya, qiyamətə. Bu mərifətlərdir ki, bizim həyatımızı tənzim eləyir. Elə bir şey yoxdur ki, insan Qur'anı oxuya, ona əməl eləyə və sabahları qiyamətdə əzab çəkə. Belə bir şey yoxdur. Qur'anın halalın əgər adam halal saysa və Qur'anın haramın haram saysa, həm dünyada xoşbəxt olar, həm axirətdə peşman olmaz. Həzrət Əmir əleyhissalam hikmətli kəlamlarının birində buyurur ki, və mən qara'al Qur'anə fəmatə. Hər kəs Qur'an oxuya və dünyadan gedə fədəxələn nar. Və belə ola ki, Qur'an oxuyub dünyadan gedibdir, cəhənnəmə varid olubdur, fəhuvə mimmən kânə yəttəxizə ayətillahi huzva. Qətən o həmən adamlardan olubdur ki, Allahın ayələrin istihza eləyibdir, məsxərəyə tutanlardan olub. Əgər insan Qur'an oxusa və ona əməl eləsə, nicat tapar. İmkanı yoxdur bir nəfər Qur'an oxuyub ona əməl eləyə, nicat tapmaya. Hər kəs əgər Qur'an oxuyubsa, cəhənnəmə gedibsə, Həzrət buyurur ki, o adamlardandır ki, Qur'anı istihza eləyibdir. Zarafata tutub. Allahın vədələrini elə bilib, Allah-u Teala şuxi eləyir, zarafat eləyir bizlə. O vədələr ki, veribdir, Allah kərimdir, inşallah yaxşı olar. Amma belə deyir. Allahın halalı halaldır,
haramı haramdır. Bu buyurduqlar hamısı Quranda nümunələri var. İstəmirik çox da vaxtımızı ala. Ayələrin birində Allah Teala buyurur: "Zalikum bi ennekum ittehaztum ayatillahi huzva və gharratkumul hayatud dunya." Bu əzab qiyamətdə ona görə sizə çatdı ki, siz Allahın ayələrin, Quran ayəsidir bu, Casiyə surəsində, istehza eləyib oyuncağa çevirmişdiniz. Bu əzab ona görə sizə çatıbdır. Əgər Allahın ayələrini adam ciddi tutsa, əzaba mübtəla olmaz. Və gharratkumul hayatud dunya. Dünya həyatı sizi qürurlandırmışdı. Müvəqqəti güc, qüdrət, imkan, sərvət, sağlamlıq sizi qürura gətirmişdi. Elə bilirdiniz ki, elə əbədi bunlar olacaq. Fəttəqullah. Təqvalı olun. Allahın buyurduğu ilə gedin, Allahı tanıyın və o cür ki, Allah Müteala bizdən istəyibdi, elə yaşayın inşallah. Allah Müteala bütün mümin və müminələrin günahlarını bağışlasın inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.